Salam hörmətli izləyicilər, yeni bir video ilə qarşınızdayıq. Bu videoda sizlərə pensiyaların artırılması ilə bağlı son məlumatları çatdıracağıq. 220 manat yaşa görə verilən pensiyanın, əlilliyə görə verilən pensiyanın, əmək pensiyalarının artırılması ilə bağlı ətraflı şəkildə məlumat verəcəyik. İlk olaraq video keçməzdən öncə bu videonu mütləq bəyənin ki, video daha çox insanın qarşısına çıxsın. Eyni zamanda kanalımıza mütləq abunə olun ki, biz növbət dəfə video paylaşdığımız zaman sizə dərhal bildiriş gəlsin. Bəli, hörmətli izləyicilər, Azərbaycanda pensiyaların artırılması ilə bağlı növbəti yeni məlumatları sizlərlə bölüşəcəm. Pensiyaların artımı ilə bağlı əmək pensiyalarının, sosial müavinətlər, təqaüdlər, əlillik pensiyaları və 220 manat yaşa görə verilən sosial müavinətin artımı ilə bağlı yeni məlumatlar var. Qeyd edim ki, hörmətli izləyicilər, Azərbaycanda 220 manat yaşa görə verilən sosial pensiyanın, yəni yaşa görə verilən sosial müavinətin artımı növbəti aylara təsadüf edəcək. Hörmətli izləyicilər, artıq bununla bağlı Vüqar Bayramov da millət vəkili bir sıra açıqlamalar verib və 220 manat yaşa görə verilən sosial müavinətin artırılması ilə bağlı bir çox təkliflər var. Milli Məclisdə bu gün də keçirilən iclas zamanı 220 manat yaşa görə verilən sosial müavinətin artımı ilə bağlı bəzi təkliflər irəli sürülüb. Bu təkliflərdən biri yaşa görə verilən 220 manat sosial müavinətin 50 manat miqdarında artırılmasıdır. Hazırki rəqəm 220 manatdır. Yaşa görə verilən sosial müavinətin hazırki məbləği 220 manat təşkil edir. Əgər 50 manat artım olarsa, bu rəqəm 270 manata çatdırıla bilər. Bir digər təklif isə yaşa görə verilən sosial müavinətin 30 manat artırılaraq 250 manata çatdırılmasıdır. Sosial pensiya və əmək pensiyası alan vətəndaşlarımıza bir sıra güzəştlər tətbiq oluna bilər. Bu güzəştlər isə marketlər şəbəkəsində, restoranlarda, mağazalarda və digər ictimai yaşayış obyektlərində bəzi güzəştlərin və endirimlərin tətbiq olunmasıdır. Bununla bağlı artıq müzakirələr aparılır. Sosial pensiyanın artırılması və sosial pensiya alanların və əmək pensiyası alanların bu güzəştlərlə təmin olunması, endirimlərlə təmin olunması müzakirə olunur, hörmətli izləyicilər. Əgər qərar qəbul olunarsa, sosial pensiya və əmək pensiyası alan vətəndaşlarımız marketlərdə alış-veriş edərkən, hər hansı bir mağazada alış-veriş edərkən və ya hər hansı bir restoranda yemək yeyərkən xüsusi endirimlər alacaq və bununla bağlı da müzakirələr hazırda aparılır, hörmətli izləyicilər. Digər pensiyalardan isə əmək pensiyalarında əmək pensiyalarının minimum məbləği 320 manat artırıla bilər. Bununla bağlı artım rəqəmi 30 manat təşkil edir və bu da yaxın müddət ərzində təbii ki, rəsmi qərar olaraq açıqlanacaq. Qeyd edim ki, əmək pensiyalarının növbəti il üzrə indeksləşdirilmə faizi 10,3% ola bilər. Yəni bu ilki faiz dərəcəsindən 1% təxmini daha çox ola bilər. Bu iki faiz dərəcəsi bilirsiniz ki 9,3% idi. Bu da yanvar-fevral aylarında artımlarla bir yerdə verilmişdi və qeyd edim ki, hörmətli izləyicilər, Azərbaycanda 2027-ci ilin yanvar ayından etibarən pensiyalarda indeksləşdirilmə aparılacaq və indeksləşdirilmə rəqəmi 10,3% olacaq, hörmətli izləyicilər. Əlavə olaraq bir sıra güzəştlərin tətbiqi də gözlənilir. Növbəti ildən pensiya ilə bağlı qaydalarda dəyişikliklər olunacaq. Tək pensiyalar indeksləşdirilməyəcək, bir sıra qaydalar tətbiq olunacaq. Pensiya ilə bağlı hansı qaydalar dəyişəcək, ətraflı şəkildə növbəti videolarımızda paylaşacağıq. Kimlərin pensiyası nə qədər artacaq, hansı vətəndaşlar pensiya alma hüququndan məhrum ola bilər, hansı vətəndaşlar daha rahat pensiyaya çıxa biləcək. Bu barədə ətraflı şəkildə məlumat verəcək sizlərə növbəti videoda. Odur ki, videolarımızı qaçırmamaq üçün təbii ki, videonu mütləq bəyənin və kanalımıza abunə olun ki, biz növbəti dəfə video paylaşdığımız zaman sizə dərhal bildiriş gəlsin. Növbəti artım isə, hörmətli izləyicilər, əlillik pensiyalarında ola bilər. Bilirsiniz ki, əlillik pensiyaları ilə bağlı hər hansı bir rəsmi qərar yoxdur. Ancaq artım olunması ilə bağlı bir sıra təkliflər var. Milli Məclisdə də aparılan iclaslar zamanı əlillik pensiyalarının məbləğinin çox az olduğu və artırılması gərəkdiyini müzakirə ediblər və bu barədə yeni məlumatlar olduqca təbii ki, kanalımızda yenə paylaşacağıq. 3-cü qrup 180 manat məbləğdə verilən əlillik pensiyası artırıla bilər. Artırılma rəqəmi isə təxmini 30 manat miqdarında, 20-30 manat miqdarında müzakirə olunur. İkinci qrup əlillik pensiyası bilirsiniz ki, hazırda 250 manat təşkil edir. Ötən ilin yay aylarında, yəni bu aylarda, iyul ayında artırılmışdı. Təxmini 1 ildir artırıldığı və yenidən artırılma gündəmdədir. Bu rəqəm isə təxmini 30 manat miqdarında artırıla bilər. Yenə də 30 manat artırılsa 280 manata çatdırıla bilər. Təbii ki, bu dediklərim rəsmi qərar deyil. Hazırda müzakirə olunan məlumatlardır. Əgər rəsmiliyyə qovuşsa və dəqiq rəsmi qərar olaraq paylaşılsa, biz də sizlər üçün əlavə video çəkib bu barədə dəqiq məlumatları paylaşacağıq, hörmətli izləyicilər.
Əlavə olaraq qeyd edim ki, Azərbaycanda ünvanlı dövlət sosial yardımla bağlı qaydalar dəyişmişdir və hazırda yeni qaydalarla vətəndaşlara təyinatlar və ya imtinanlar verilir. Bununla bağlı da növbəti video çəkəcəyik sizlər üçün. Hansı vətəndaşlara bundan sonra imtina veriləcək, hansı vətəndaşlar sosial yardıma daha rahat alacaq, ətraflı şəkildə yeni qaydaları bir daha sizə yeni videoda izah edəcəyik. Bugün isə videomuz yekunlaşır. Videonu mütləq bəyənməyi və kanala abunə olmağı unutmayın. Növbəti videoda görüşmək ümidi ilə.